5-ci Sumqayıt Kitab Sərgisinin açılış mərasimində hər birinizi ürəkdən salamlayırıq. Yaşasın Azərbaycan, eşq olsun Azərbaycan xalqına. Bugün Sumqayıt Kitab Sərgisinin 5-ci buraxılışıdır. Yəni 5-ci dəfədə Sumqayıtda Kitab Sərgisi təşkil olunur və zəfərimizin 5-ci ilidir. Demək ki, biz elə Sumqayıtda zəfər ilə birlikdə qədəmləmişik. Azərbaycan kitabı ilə bağlı danışmaq 2 qat, 3 qat, 5 qat, bəlkə 10 qat məsuliyyət dedik. Rəhbərinin gözəl bir fikri var idi. Deyirdi ki, bir xalqın mədəniyyətini məhv etmək istəyirsənsə, onun kitablarını yandırmağa ehtiyac yoxdur. Sadəcə oxumaq vərdişini əlindən al, kifayətdir. Tabii gelip sonunda akademik olsaydı Osmanlı'da İstanbul'da gelip bakır. Bizim vice-prezident. Yekisi maksat Kur'an-ı tarihi Moğol. 5 əla deməkdir, əla şan deməkdir. Hər birimiz Azərbaycan yazıçılar, Milliyyatlı eyni zamanda Abşeron Gözəl Regional Mədəniyyət Dərgisinin bir görevlisi olarak salamlayıram.